Dostlar, yine bu vaxtınız xeyir olsun. Dayı Göygölün Çaylı kəndindən, Göygölün dayı Çaylı kəndinə aparat zakaz eləyib. 3 kilovat, 3000 abrot, 4 təkər, 28 bıçaqlı kampanya vaxt dayı zakaz eləmişdi. 800 manata demişdik dayı, düzdür? Hə, 100 manata bir atmışdı, düzdür? İnşallah gec də olsa, yəni 5 gün üçün, yəni işimiz çoxdur, dayı bilir, gətirmiş aparat. Aparatımız ot da çəkir, yem də çəkir. İnşallah arpamız var, bığdamız var, bığda tökmüşük. İndi xoda sal dayı, bir dənə zəhmət olmasa, işə sal. Vur. Oradan yok, oradan kesmeyip sen. Oradan vur. Tok yoktu. Ha, şotçikimizdə boşluq var idi. İnşallah bak, tokumuz görək nə qədərdir. Bığda yoxlayaq, sonra ot çəkəcək. Tokumuz da 220. Bak dayı. Bunu bu xətti qaldır bu qədər. Bu qədər qoy geçsin. Bu da bizim bığdamız. Bu dolu olan özü gedəcək. Bura bak. Bu az qalanda bunu əlindən belirləyərsən. Göygölün Çaylı kəndinlik 3 kilovat, 3000 abarot, 4 təkər, 28 sağ, mis sarğı, çatdırma qoşma pulsuz, nol faza qiymətdə 800 manata. Qardaş indi ot da gətirir inşallah. Dayı da kampanya vaxtı zəng eləmişdi, kampanyadan yararlandı. Hadisa başlı 12-13 gün demişdik, başlı bir 20 günə yaxında gələ bilmirdi. İşimiz çoxdur deyə çatdıra bilmirik da yəni. Allah bərəkət versin, maşallah iş çoxdur. Bütün bölgelere çatdırma, quraşdırma pulsuzdur. Ot çəkir, saman çəkir, arpa çəkir, buğda çəkir, yonca çəkir, biyan çəkir, kuruz çəkir, nol fazadır, ev tokudur. İndi inşallah bığdadan sonra otumuzu çəkəcəyik. Bığdamız tutardı orada. Tutardısa söndür dayı, söndür. Bığda çəkdik, inşallah dayansın, yoxlayaq, sonra keçirik, otumuzu çəkirik. Birini bəyək gətirmişdik, hara aparmışdık, bəyəkşər idi. Göyçay aparmışdıq, inşallah birinə getmişik Göygölün Çaylı kəndinə. Elə promo onu tök vedriyə baxaq inşallah. Boşalt bunun içine görə nəfər çəkib. Veşoq da bilinməyəcək, boşaldı ora. Əl ona kömək elə, boşaltsın. Nəfər çəkib dayı? Qəşəngdir, xeyirli olsun. İnşallah kesək ota. Kesib ot çəkir. Demək 3 kilovat, 3000 abarot. Dayı at geçsin. 3 kilovat, 3000 abarot. 4 təkər, mis sarğı, 2 zamanla çatdırma qoşma pulsuz. Nol fazadır. Arpa bığda çəkirdik. Dayı, ay dayı. Otu pütöy at, çox at. At geçsin, at. Həm ot çəkir, həm arpa bığda çəkir. Biraz tozlu deyə qıraqdan çəkirəm. At, onu at. Nol fazadır, universal aparatı. Bax, ev toku. Ot, saman, bığda, arpa, kuruz, qarğıdalı nə gəldi çəkir. Yəni ümumiyyətlə, qardaşlar, daşdan yumşaqla var, ver gözünə doğrasın. Nol fazadır qiymətdə kampanya vaxtından gətirmişik, 800 manatı qiyməti. At, dayan. Maşallah süper çəkir. Üstdən də toz yox, torpaq yox. Külək belə əks qaytarır. İşlərdən də elə eləyin ki, küləyin axım olsun, yəni üstsüz basıb batmasın. Bak, yani 10 sandı, 20 sandı qalınlığında atır. Qaqa nətər doğrayır? Əladır, çəkim də səni. Xeyir olsun qaqa, xeyir yaşlar. Gördük nətərdir, əladır, süper. Göygölün, bəs əladır dayı, söndür, söndür. Göygölün Çaylı kəndidir. Kimə lazım olsa əlaqə saxlayın. Çatdırma qoşma pulsuzdur, nol fazadır, 4 təkərdir, 28 bıçaq, qiymət 800 manatdır, 2 ildə zamanət. Yəni çəkiliş zamanət ustalar deyir ki, zamanət nətər yazsın qardaş, istəyin yazım istəyin belə. Çəkiliş elədiyi vaxtdan hamı çəkiliş görür. Tarix mən yadımdan çıxsa da çəkiliş elədiyim vaxtdan çəkilişə baxın. O müddətdən məsələn ay, tarix, saat düşür. O müddətdən 2 il müddəti sayın. Öpürəm sizləri, sağ ol.